bütün bu məqamları nəqliyyat üzrə ekspert Yasin Mustafayevlə müzakirə edəcək. Yasin, mən xoş gördük sizi. Xoş gəldiniz. Yasin, oradan da bu nəqliyyat məsələsi, bütün bu sistem, metrodur, avtobusdur, ən çox müzakirə edilən aktual mövzulardan biridir. Ələl xüsusda metro xəttinin altından avtomobil və piyada yolunun keçməsi ilə bağlı olan çox aktual bir xəbər də var. Onu tamaşaçılara daha da aydınlatmağınızı rica edərdik. İlk öncə bildirim ki, bəli, biz avtomobildə olarkən, ümumiyyətlə, ictimai nəqliyyata və s. daha çox vaxt itiririk bir yerdən başqa yerə gedərkən. Bu da ümumiyyətlə bizim həyatımıza çox həm psixoloji vəziyyətimizə, həm işimizə, gücümüzə çox mənfi təsir göstərir və bu statistikaya görə də çox ciddi mənada da iqtisadiyyata zərər vurur. Yəni, çox ciddi mənada. Düzdür, Bakının belə bir statistikası yoxdur, amma Moskva şəhərində təxminən 10-12 milyard dollar ildə belə bir zərər vurulur. Biz belə təxmini müqayisə eləsək, bir neçə milyard dollar da yəqin ki, Bakıya belə bir zərər vurulur. Yəni, bu kifayət qədər ciddi rəqəmdir. Ona görə də daim bu məsələ üzərində həmişə düşünürük, planlaşdırırıq, necə eləyə bilərik. Dediyiniz məsələ ilə bağlı isə qeyd edə bilərəm ki, bu kompleks yanaşmanın bir ortaya qoyduğu məsələdir, tunel məsələsi. Demək, burada nə baş verir? Biz indi hal-hazırda metronun qırmızı-yaşıl xətti ayırmaq üzərində iş gedir. Bunlar ayrıldığı zaman hər bir xəttin ayrıca bir deposu olmalıdır. Və depo da Dərnəgül stansiyasının yaxınlığında planlaşdırılıbdır və orada depo tikildiyi zaman yaşayış məntəqəsini ikiyə ayırır. Və bu zaman orada Çinar Park yaşayış məntəqəsi var bir tərəfdə Abay Kunanbayev küçəsidir. Və bu iki demək olar ki, massivi bir-birindən ayırır. Bunu bir-birindən birləşdirmək üçün yeraltı tunel nəzərdə tutulubdur. Təxminən bir 200 metr, 180 metr uzunluğunda tuneldir. İki zolaqdır, gediş-gəlişdir və yanında da piyada keçidi təbii ki, nəzərdə tutulubdur. Yəni, bunun mahiyyəti bundan ibarətdir. İlk baxışda bu dediyim məsələyə xidmət edəcək, yəni iki yaşayış məntəqəsi arasında. Amma irəliyə doğru isə biz bilir ki, Bakı dairəvi avtomobil yolu Biləcərdə hal-hazırda yekunlaşıbdır. Yəni, Lükbatan dairəsindən Biləcərə qədər inşa edilibdir. O vaxtında o layihə yarımçıq qalıbdır. İndi o Biləcər dairəsindən Böyük Şorun cənubundan keçməklə hava limanı yoluna birləşəcək. Və eyni zamanda qeyd etdiyimiz tuneldə ora bir birləşmə gələcəkdə nəzərdə tutulur və belə olduğu zaman Bakıya daha bir giriş-çıxışın təmin edilməsi burada nəzərdə tutulub. Bu da təbii ki, Bakıya giriş-çıxış bilirik məhdud saydadır. Əsas da M1, M4 yollarından, yəni Sumqayıt istiqamətindən, Şamaxı istiqamətindən gələndə ciddi tıxaclarla qarşılaşırıq. Amma Bakı dairəvi bir avtomobil yolu tikilərsə və sona çatdırılarsa, ona Bakı dairəvi bir yolundan şəhərə bir neçə yerdən belə giriş-çıxışlar araşdırılır, nəzərdə tutulubdur. Eyni zamanda 9-cu mikrorayondan bir neçə yerdən. Düzdür, orada yüksəklik fərqi var. Profil bizə ona imkan vermir ki, yəqin xatırladınız, orada çox böyük yüksəklik fərqi var. Ona görə giriş-çıxışa müəyyən relyef mane olur, amma hər halda bir neçə yerdə belə bir giriş-çıxış nəzərdə tutulur. Müddət nə qədər ola bilər burada təxmini olaraq ki, bu prosesin yekunlaşması üçün? Bakı dairəvi bir yol indi hal-hazırda layihələndirmə mərhələsindədir. Yəni, yəqin ki, bir neçə aya, yəqin ki, bir 6 aya falana bunun layihələndirilməsi bitər. Amma daha sonra vəsait ayrılması, tikintinin başlanması yəqin ki, çəkəcək. Yasemin, ümumiyyətlə necə düşünürsünüz? Məsələn, metro xəttinin altından avtomobil və piyada yolunun çəkilməsi, bu, belə deyək də, şəhərdə nəqliyyat axınının azalmasına real təsirini göstərə bilər. Həm də təhlükəsizlik dərəcəsi də maraqlı. Nə dərəcədə bu təhlükəsizlik? Yəni, o üstünlükləri və riskləri. Burada bu tunelin tikilməsi bir zərurətdir. Yəni, burada ümumi şəhərin nəqliyyat axımının azaldılmasına burada xidmət göstərilmir. Burada dediyim kimi, o tikilən depo bir sədd kimi o yaşayış məntəqəsini ikiyə bölür. Yəni, burada bir zərurət var ki, Abay Kunanbayev küçəsi ilə Çinar Park yaşayış massivini birləşdirilsin. Yəni, bu ümumi şəhərin nəqliyyat axımına bir təsir olmayacaq. Amma dediyim kimi, gələcəkdə Bakı dairəvi bir yoluna da buradan bir çıxış nəzərdə tutulur. O zaman mikrorayonlardan, həmin istiqamətdə, əsas da 7-ci, 8-ci mikrorayonlardan Bakı şəhərinin ətrafına çıxışı təmin edəcək. Bir məsələni qeyd etmək istəyirəm ki, ora iki zolaqlıdır, amma perspektivdə ora yəqin ki, daha da yüklənəcək. Fikrimcə, daha çox zolaq olsa daha yaxşı olardı. Məsələn, 2 gediş, 2 gəliş. Yəni, maraqlıdır bu, belə deyək də, yəqin ki, bu şəhərin şimal və şərq istiqamətində necə tıxaclara səbəb olacaq, yoxsa necə? Yox, düşünmürəm. Yəni, o istiqamətdə, gələcəkdə Bakı dairə bir yoluna bağlanarsa, müəyyən müsbət təsir olacaq. O da gələcək. Yaxşı, indi bu model olsa, uğurla həyata keçsə, indi gələcəkdə digər yerlərdə də bu modelin tətbiqi mümkündürmü, yoxsa bu məhdud şəkildə ancaq bir yerdə mümkün olacaq? Yox, bu ancaq
bura üçün nəzərdə tutulubdur. Həm də bir də məsələn qeyd edeyim ki, bu bir unikal layihədir. Yəni Bakıda belə ikinci bir metronun altından keçən bir tunel yoxdur. Bu yəni bir unikal layihədir. Həmişə biz görmüşük ki, metro yolunun altından keçir. Bu səfər yol metronun altından keçəcək. Belə bir maraqlı bir layihədir. Yasemin, bəs ümumiyyətlə Bakı üçün gələcəkdə ən real nəqliyyat modeli hansı ola bilər? Məsələn, siz necə düşünürsünüz? Biz hər zaman vurğulayırıq. Bəzən avtomobili olan insanlar buna belə xoş baxmırlar ki, biz avtomobil almışıq, bizə niyə şərait yaradılmır, biz avtomobilimizi niyə rahat istifadə edə bilmirik? Biz urbanistik bir şəraitdə yaşayırıq. Yəni, şəhər mühiti hər kəsi öz avtomobili ilə istədiyi yerə getməyi məhdudlaşdırır. Bu bizdən asılı bir şeydir. Bir yerə qədər də? Bəli, bir yerə qədər. Vacib işlərdə, məsələn, bir yerə yük aparsansa, bir xəstə aparsansa, vacibdirsə avtomobillə gedə bilərsən. Amma böyük şəhərlərin dünya təcrübəsi göstərir ki, ictimai nəqliyyata yönəlməklə, mikromobilliyə yönəlməklə, yaxın məsafələrə piyada getməklə insanlar bu məsələni daha yaxşı həll edirlər. Ancaq Yasemin, çox üzr istəyirəm. Bunun üçün də gərəkli infrastruktur olsun. Çünki bəzi hallarda səkilər yoxdur ümumiyyətlə piyada getmək üçün. Digər hallarda avtobuslar görürsünüz, o qədər böyük intervalla gəlir ki, insanlara bu rahatlıq verir. Mən bir məsələni təəssüflə qeyd edirəm ki, biz həmişə məsələlərə daha sonradan münasibət bildiririk və daha sonra onun həllinə çalışırıq. Halbuki onu vaxtında və yaxud da vaxtı çatmadan da həll etmək mümkündür. Uzun müddət biz şəhərimizi avtomobillərin hərəkəti üçün təşkil etmişik. Salınan yollar, keçidlər, tunellər, ancaq avtomobillər rahat getsin, gəlsin. Siz fikir verirsiniz, bizim köhnə keçidlərdə, piyada keçidlər ya yer altıdır, ya yer üstüdür. Yəni nadir halda eyni mərtəbəli piyada keçidlərinə, zebralara rast gəlir. Amma təbii ki, yəni bu bizim planladığımız prinsipin tam tərsi idi. Çünki insanlar məsələn yaxın məsafələrə 1 kilometrə qədər məsafəyə piyada getməyi axıllarının bir küncünə yazmalıdır. Çünki piyada getmək həm vaxt itkisinə, həm maddi vəziyyətə, həm sağlamlığa, ekoloji vəziyyətin yaxşılaşdırmasına yaxın məsafələrə. Əgər bir adamın avtomobili varsa, o düşünür ki, mən mütləq avtomobili nə üçün almışam, avtomobilinə getməyim. Avtomobilə gedəndə parking problemləri yaranır, müəyyən cərimələrə məruz qalırıq, ekologiyanı çirkləndiririk, tıxacda ilişib qalırıq. Dediyiniz kimi, bəli, infrastruktur yoxdur, zəifdir, indin də hələ yaradılır, hələ indin də səkilər formalaşdırılır. Ən belə populyar küçələrimizdə belə baxırıq ki, səkilərdə problem var. Bax, mən keçən dəfə də qeyd etdim, bax, adi bir küçədir, bir neçə dənə orada iaşə obyekti var. O iaşə obyektləri bəziləri bir pillə aşağıdadır girişi, bəzi bir pillə yuxarıdadır, bəzi isə eyni səviyyəlidir. Statistika göstərir ki, eyni səviyyəliyə daha çox insanlara axın edir. Baxmayaraq ki, eyni xidmət təklif olunur. Pillə qalxmaq, pillə emək insanın, necə deyirlər, zehnində qəbul eləmir. Səhəti ilə bağlı da olur. Daha rahatına gedir. Bu da normaldır, insan hər zaman komfortu. Məsələn, bizim fərqli yerüstü və yeraltı keçidlərimiz artıq demək olar ki, işləmir. Və bu, ümumiyyətlə, bizim insan yönümlü, piyada yönümlü şəhər prinsipimizə də ziddir. Yəni, insanlar daha rahat şəkildə piyada, mikromobilliklə hərəkət etməlidirlər. Biz dünya təcrübəsinə baxanda görürük də, inkişaf eləmiş ölkələrdə, böyük şəhərlərdə yüksək vəzifəli şəxslər, imkanlı şəxslər, hamısı velosipedlər. Məsələn, baxırıq ki, bir ana övladını velosipedlə mindirib, rahat şəkildə hərəkət edə bilir. Amma indi bu məsələnin də digər bir tərəfi var bizdə, Yasin müəllim. Məsələn, sujetlərimiz də olub ki, o velosiped yolu da bir yerdən sonra artıq davam etmək olmur. İnfrastrukturdan bağlı problemləri mən hər zaman vurğulayıram. Çox haqlısınız. Nəinki mikromobillik zolaqlarında, yəni velosiped zolağında, nəinki səkilərdə, hətta avtobus zolağı belə gedir, bir də görsən kəsişir, tıxacda qalır. Bu belə olmamalıdır. Yəni, məsələn, biz avtobus zolaqları ilk yarandığı zaman çox adam başladı tənqid eləmək ki, yollarımız onsuz da dar idi, əlavə bir zolaq da yaratırlar. Buna əsasən bayaq qeyd etdiyim kimi, nəqliyyat avtomobili olanlar bu qərara gəlirlər. Siz qeyd etdiniz ki, biz bir vaxtlar tikəndə o planlamanı tamamilə fərqli avtomobillərə görə qurulmuş. Yəni, planlamada dəyişiklik nəyə görə baş verdi ki? Misal üçün, biz buradan keçid aldıq bir dəfə. Bayaq dediyim ki, bu zərurətdir. Biz zərurətdən irəli gəlib addımlar atırıq ki, yəni biz, mən məsəl üçün avtomobilim də var, amma metrodan da çox aktiv istifadə edirəm, mikromobillikdən də, avtobusdan da. Bu demək deyil ki, mənim avtomobilim var, hər yerə avtomobilə getməliyəm. Və burada medianın da, sizin də üzərinizə bir yük düşür ki, insanlara təbliğat aparmaq, insanları bu yöndə maarifləndirmək. Məsələn, bir yerdən başqa yerə gedəndə, məsələn, 3 nəfər, keçən dəfə bir yerə gedirik, deyirlər ki, nəydən gedək? O deyir, gəl məni avtomobillə. Mən təklif edirəm ki, gəlin piyada gedək. 1200 metrə təxminən məsafədir. Təxminən bir 15-20 dəqiqəlik biz rahat getdik, söhbət ilə çatdıq. Həm söhbət eləyə bildik. Olar ki, piyada daha çox hərəkət edir. Burada bir çox məqamlar var. Burada bir çox
məqamları var. Bax, ümumiyyətlə, piyada gəzməyin indi bunun tibbi faydaları başqa. Biz bunu bilirik. Ekoloji faydalarını bildik. Yəni, hər kəs özündən başlamalı ki, bu ekologiyaya bir öz tövhəsini versin. Bundan başqa, məsələn, piyada gedərkən insanlar arasında bir sosiallıq yaranır. İnsanların əsəbi sakitləşir, o gərginləşmə, o stres. Biz bilirik də piyada, bəli, görün nə qədər faydası var. Yəni biz bu istiqamətdə addımlar atdığımız zaman həm tıxacdan qurtularıq. İndi bəzən tamaşaçılar baxırlar, deyirlər ki, yox, mən xəstə aparıram. Vacib nüansları istisnadır, təbii ki. Ben qeyd etdiyim kimi, biri xəstəxanaya gedir, biri fiziki məhdudiyyəti var. Belə şeylər ola bilər. Amma böyük əksəriyyət bunu edə bilər. Yasemin, çox üzr istəyirəm, Anar, elə həmkarım Anarın da qeyd etdiyi kimi, təbii ki, vətəndaş, sərnişin, daha doğrusu piyada daha çox hərəkət etməyi istəyər. Amma yetər ki, o səkilər olsun. Məsələn, uzağa getmir. Mən hər dəfə indi ictimai televiziyanın yanından inşaatçılar metrosuna qədər olan ərazini yolu misal göstərirəm. Məsələn, indi gəlin proqramdan sonra bir test üçün ictimai televiziyanın yanından düz inşaatçılara qədər piyada gedək. Düzümü? Ümumiyyətlə, ictimai televiziya olan səkidən geçək, orada bir qırılma olur, bir səki olmur. Və yaxud da ki, gətirib ora bir restoran mı deyim, və yaxud da ki, nəsə də indi bir şey yerləşdiriblər. İki tərəfdə də yollar, səkilər daha doğrusu görürsünüz ki, zəbt olunur. Bu halda nə etməlidir piyada? Və yaxud da ki, elə bizim özümüz də dəfələrlə bu studiyadan səsləndirmişik ki, yeraltı keçid, yerüstü keçid olmazmı ki, o zebralar daha çox olsun, onlar daha çox üstünlük təşkil etsin ki, nəticədə belə deyək də, yerin altına yemək gərəkməz. Çünki bəzi adamlar var ki, məsələn, yaşlıdır, və yaxud da ki, səhhəti ilə əlaqədar, və ya da deyək ki, fobiyası var. Yerüstü keçiddən istifadə etmək istəmir, o körpüdən və yaxud da ki, yeraltı keçiddən. Bunlar necə təmin olunmalıdır? Günel xanım, mən bir dənə məqamı sizə xatırladım. Desəm xatırlayacaqsınız. Təxminən 5 il, 10 il bundan qabaq sırf piyada keçidi üçün işıqfor fikirlərsəz yadınıza sala bilməzsiniz. Yəni, sırf piyada keçidi üçün, yəni piyada keçidləri işıqfor harada idi? Kəsişmələrdə idi. Avtomobillər dayanır, qarşıdan gələn nəqliyyat vasitəsində yol verir, arada da piyada keçirdi. Amma indi siz buradan İnşaatçılar metrosuna, biraz da İnşaatçılar metrosunun o tərəfinə görəcəksiniz ki, bir neçə yerdə işıqfor qoyulubdur, sırf piyadalar üçündür. Yəni, bu atılan addımlardır. Yəni, bu addımlar kifayətdirmi? Kifayət deyil. Atılan addımların, görülən işlərin sürəti qane edirmi? Yox, qane etmir. Çünki biz bu işdə çox gecikmişik. Ona görə də sürətimizi o qədər artırmalıyıq ki, biz gəlib ən azından itirdiyimiz vaxtı kompensasiya edək. Yasemin, indi İşıqfora çox üzr istəyirəm. İşıqfora toxundunuz, Yasemin müəllim. Məsələn, səhv etmirəmsə, Koreyada idi. Əgər səhv etmirəmsə, səhv edirəmsə düzəldərsiniz. İşıqforlar yolun üstündədir. Deyək ki, başı qarışan bir piyadadır. Və yaxud məsəl üçün, ya kitab oxuyur, ya kiminləsə söhbət edirsə, artıq başı aşağı gedir. Onun üçün başını qaldırıb işıqfora belə baxmır. Yerə işıq verir. Bəli, yerdə artıq o işıqforlar yerləşdirilib. Bu qanunvericilikdə nəzərdə tutulmayıbdur belə şeylər qanunvericilikdə. Bu bilirsiniz, yeni innovasiyalar çıxdıqca və yaxud da praktiki həllər gördükcə, məsələn, biz yep dünya təcrübəsini öyrənirik. İndi hal-hazırda Azərbaycan Çexiya təcrübəsini öyrənir, nəqliyyatın idarə edilməsi yönündə də. Bunlar hamısı müsbət addımlardır. Məsəl üçün, zebraları bəzi ölkələrdə, bəlkə də siz də rast gəlmişsiniz televizorda və s. 3D şəklində deyirlər. Avtomobil oraya yaxınlaşarkən sanki bir daşa, kubikə yaxınlaşırmış kimi belə hiss yaradır. İstər-istəməz avtomobilin sürətini alır. Və yaxud da zolaqlar üfüqi nişanlamalarda müəyyən bilərəkdən bir 50 sm təxminən ziqzaq fari çəkilir. Sürücü gedərkən görür ki, nəsə bir anormal bir şey var da, istər-istəməz sürətini alır. O dediyiniz işıq məsələsi və yaxud da səs məsələsi. İndi bəzi svetoforlarda, işıqforlarda yəqin görmüsünüz. Artıq səs də çıxardır. Dayanın, gedin, getməyə belə səslər. Bunlar hamısı təhlükəsizliyin təmin olunması üçün beynəlxalq təcrübədən götürülən həllərdir. Bunlar lazımdır. İndi nə qədər vəsait tələb olunur, bunu nə dərəcədə edə bilirik, nə dərəcədə mümkündür, o artıq gedişatda görsənir. Yasemin, aydındır. İndi burada bir məqam da olduqca vacibdir ki, siz artıq dünən o metroda baş verən hadisəni də gördünüz. Bu metro bizim bu tıxaclardan sıyrılmaq üçün ən önəmli vasitələrimizdən biridir. Biz bu metrodan əgər istifadə ediriksə, burada əlavə stansiyaların tikilməsinin labüddüyü də ortalığa çıxır. Çünki dünənki məsələ bir daha göstərir ki, metro dayananda artıq şəhərin hər bir yerində hər şey dayanır, həyat dayanır. Elə buna görə də bir sualım var ki, dünənki kimi bu nasazlıqları gördük, qısa qapanma halları. Bunlar nə kimi risklər daşıyır? Yəni, ümumi olaraq maraqlıdır, yəni bir mütəxəssis kimi. Mən ümumi deyim, ümumiyyətlə Bakı metropoliteni bilir ki, Sovetlər dövründə formalaşmış bir sistemdir və çox da
köhnə, yəni necə deyirlər, sadə bir, yəni indiki dövrdən ayaqlaşmayan bir sistemdir. Həm burada siqnal sistemi, qatarların idarə edilməsi, həm ümumiyyətlə strukturu. Məsələn, hər hansı bir ev tikərkən və yaxud da hər hansı bir obyekt tikərkən oranın elektrik yükünün bir 50%, 100% ehtiyat nəzərə alaraq bir struktur yaradılır da. İndi hal-hazırda Bakı metropolitində yaranan problemlər o Sovet dövründən planlanması ilə əlaqədardır düşünürəm. İndi hal-hazırda biz bilirik ki, Bakı metropolitində intervalın aşağı salınması ilə bağlı tədbirlər görülür, addımlar atılır. Bu yeni komanda təbii ki, bu istiqamətdə çox belə tərifə layiq addımlar atıbdır. Yəni 3 dəqiqədən 1 dəqiqə 40 saniyə, 1 dəqiqə 50 saniyəyə qədər pik vaxtlarında interval aşağı salınıbdır. Bu təbii ki, o siqnal sisteminin təkmilləşdirilməsinə, müəyyən tədbirlərin həyata keçirilməsinə. Amma biz bunu 1 dəqiqənin altına salmaq məcburiyyətindəyik bu yükü daşımaqdan ötürü. Bu da xətlərin ayrılması ilə baş verəcək. Biz bilirik ki, Həzasovdan qatarın biri gəlir, İçəri şəhərə gedir, biri Dərnəgülə gedir. Yəni onun oradan gedib qayıtması, bunun qayıtması, kəsişməsi müəyyən bizə maneələr yaradır. Amma müəyyən həllərlə 1 dəqiqənin, 2 dəqiqənin altına interval salınıbdır. Bu da öz növbəsində müəyyən problemlər yaradır. Yəni artıq qatar, artıq enerji falan, bu da müəyyən belə problemləri gətirib çıxarır. Yəni biz bir tərəfdən istəyirik ki, intervalı azaldaq, bir yandan da belə problemlər. Yəni Bakı metropoliteninin belə deyim, yəni dərdi böyükdür. Yəni bu indi Amma pozitiv məqamlar da var. Yəni siz qeyd etdiyiniz kimi intervalların azalması bir xeyli. Təbii ki, yox. Atılan addımlar indi 10 yeni stansiya qurulacaq. Perspektivdə də biz görürük ki, yaşıl xətt dairəvi olacaq və bu da öz effektini göstərəcək. Bu mövzu o qədər aktualdır, o qədər maraqlıdır, o qədər suallar var. Yəni belə deyək ki, növbəti proqramımız üçün də bir neçə veriliş bəlkə lazım. Təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirik. Mən təşəkkür edirəm.